Güya sən dərd çəkəndə düzəlir. Dərd çəkəndə daha da xarab olur. Sən azad ol, onda istedadların da məhv olur. Sən şad ol ki, yolların da qarşında açılsın, beynin işə düşsün, iş də görə biləsən, potensialın artsın. Qəmə qərq olanda nə olur ki? Şeytan şad adamdan zəhləsi gedir. Şeytanın şad adamdan azıq gəlir. Bilirsiniz niyə görə? Çünki şeytan şadlıq adı ilə adamı günaha çəkir. İnsan ki, şadlığın aşıqıdır, deyir, gəl, günahda sevinc var. Görəndə ki, biri şaddır, axı ehtiyac yoxdur onun günaha. O sevinclidir, onu şeytana deyir, itil gözümdən, sən mən indi olduğum haldan, sevinç halından artıq nəyə dəvət edəcəksən sən məni? Mən sevincim boldur, narahat olma. O silahdan məhrum olur. Dünyada belə bir sistem formalaşdırıblar qərb dünyasında ki, zahiri sevinc verirlər, arxasında qəm. O düzənin də şad adamlardan xoşu gəlmir.